bir şəxs Azərbaycanda bir gün üçün $200 və ya $300 xərcləyir. Orta qalma müddətini 4 gün hesablasaq, 20 min nəfər üçün bu $16 milyon və daha çox bir vəsait eləyir. Və bunun biz vergi daxil olması tərəfini də araşdırmışıq. Buna əsasən Azərbaycanda müxtəlif ictimai yaşayış sektoru və digər xidmət sektorlarında fəaliyyət göstərən həm fərdi sahibkarlar, həm də şirkətlilər vergi mexanizmi sadələşmiş vergidə 2%, 6%, 8% arasında dəyişir. Həmçinin mənfəət vergisi 20% və 75% güzəştlə 5%-ə qədər endirilə bilir və ƏDV 18%. Hamısını kompleks olaraq biz götürsək, təxmini ümumilikdə 10% büdcəyə daxil olma hesablaya bilərik ki, bu da ən azı $16 milyon $1.6 milyon hesablanır. Amma təbii ki, bu şəxslərin ölkəmizdə xərcləyəcəyi vəsait daha çox olması gözlənilir. Turizm baxımından da VUF-13 daha əlverişli sayılır. Belə ki, tədbirin turizm baxımından əsas fokusu Bakı və Abşeron olacaq.